Bu maşını oradan gətirmişəm Ermənistandan. Bu oradan gətirirmişik. Hə bax görsən, deyirəm gedim görüm, sonra gəlim ölüm. Yatanda yuxuda da görüyor ha. Cavır ermənilər. Əmma oğlunu nətər balta ilə vurmuşdular yolda qaçanda. Şəhərdə necə yaşamırsınız? Bax çox adam, gənclər bir də görürsüz qalmır, çıxır gedir. Qazancım var, hər şeyim var. Bacarığın varsa saxla, tuş dalında hər şey sənindir də. Canavar ayaqların qoydu belimə. 32 yaşım var. Gəlirli sahədə arıçılıq. Yəni deyirsiniz ki, bu çaxırdan ölkədə yoxdur başqa yerdə. Bir-birinə min bir könül bağlayan. İstirahət üçün çox uyğun, əla bir yerdir. Bir biraz suyla bu erkəkdə həyətin nətəsi var mı orada? Ha, orada bax dayandım mən. Bayını da az bax bu suyla geçir. Bura Çalxanqala kəndidir və yaşayan əhalinin hər biri Qərbi Azərbaycanın 48 müxtəlif kəndindən köç eləyib. Odur ki, bu kəndin adəti, ənənəsi və burada yaşayanlarla bağlı bir-birinə maraqlı məlumatları sizlə bölüşəcəyik. Oraları necə xatırlayırsınız? Elə ürəyim istəyir. Elə gözəl binalarımız vardı, tikilişlərimiz vardı balamınca. Deyirəm gedim görüm, sonra gəlim ölüm. Atamın da məzarı oradadır. İndi girdilər, əveşiyi yığışdırırlar, yendirələr bizdən aşağı kəndə. Sökürlər belə pəncərənin zadın başlarını. Deyirəm elə sökün ki, qopartmayın divarları. Deyirdim qaydacaq da, elə birdən birə olub. Biri var idi, biri erməni. Gəlirdi oradan bizim evin qabağından keçəndə, əlləş. Məndən ötürün tikirsən, özünə yox. Demə onlar bilir, biz bilmirik da. Planlayırdılar. Hə, planlayır. Elə oradan keçdikcə deyirdi, bunu acıdırdı da, acıq verirdi. İşdə, oradan orada əlləş. Məndən ötürün tikirsən, özünə ötürün tikmirsən. Ha, gedirdik dağlara. Yazı yurduna. Nə qədər ki pencərlər yığılır o çata bişirməyə. Oranın çatasının dadını vermir. Ermənilər elə bir məsələ üçün mövqe tutmuşlar ki, Azərbaycanlılara heç bir yerdə yer vermirdilər. Qaldığınız kənddə sırf Azərbaycanlılar yaşayırdı. Sırf Azərbaycanlı. Ancaq o erməni ilə qarşı kəndlər onlarda çox əziyyət verdilər. Bu dəqiq qaydarılır. Yatanda yuxuda da görüyor ha. Ən çox oranın çaylarında balıq tutmağımız, yeyib-içməklərimiz, yəni oranın otları, bütün otların hamısı dərman idi. 4-5 dənə çayımız var idi. Qızıl xallı balıqları tuturduq. Yəni yaşamalı yer idi. Gedən bir baxam görəm də vəziyyət, o məzarları da görüm qalır, qalmır. Yuxunu da orada görürəm yatanda. Safalı yerləri idi. Xəstələnmirdik. Valla biz burada çay örgəndik. Biz hələ çay içməmişdik orada. Bir dənə də olsun. burada işte. Elə buz kimi kruşkanı vururdıq, kranı bulağa götürüb içirdik. Dərələyəz mahalındaydı. Hansı kənd idi? Yeknazar rayonunun Qabaqlı kəndindən idim. Azərbaycanlılar idi hamısı orada. Hamısı kəndimiz Azərbaycanlı idi, hə. Cavır ermənilər bizi ceylədi. Qarabağ məsələsinə görə hələ Şadin erməniləri var idi. Girirdilər kəndimizə, Həsən kənd erməniləri. Bizi narahat edirdilər, qoymurlar, məcbur qaldı. Əmma oğlunu nətər balta ilə vurmuşdular yolda qaçanda. Qarnını buradan piy tökülmüşdü çölə. Getdik burada Naxçıvanda, adı da Vüqar idi. Burada Naxçıvanda xəstəxanada tikdilər qarnın zadını. Oradan gedirdik, ələs pencəri yığırdıq, şıppır yığırdıq, cacıq yığırdıq, qıppığım yığırdıq, çətə bişirirdik. Hər şey, çiriş yığırdıq, çətə bişirirdik. Biz demirdiniz yoruluruq. Yox, yorulmaq yox idi oğul. Valla axşama qədər belə gəzirdik, yorulmaq yox idi. Nənəmizdən qalma bu teşidir belə. Bunda yun əyirikdir, corab toxuyurduq, əlcək toxuyurduq, bax belə. Bunu oradan gətirmisiniz. Bu oradan gətirirmişik. Hə bax görsən, bunu belə keçirdirdik bura. Aha. Bax belə bunu. Yunda indi daranmayıbdı bu yun, amma ancaq yun daraqlı. Aha bax beləcə nə eləyirdi? Aha, bax belə. Görsən? Cəhrəmiz var idi. Ondan da belə ip əyirdik, qaldı orada. Darağımız var idi. Bu yunu belə darıyırdıq, belə əyirdik. Neçə yaşınız var? 79. Neçə ildir bu kənddə yaşayırsınız? 35 il var. Hardan köçüb gəlmisiniz bu kəndə? Zəngəzur mahallından. Bu kəndin hamısı qaçqındır. Hamısı, hamısı. 21-22 kəndisyan mahallındandık. Ora deyirlər keçmişdən qara girsə. Əziyyət verə çıxartdılar. Nələr gəlib başınıza orada? Axı çoxlu şeylər. Historiyadır onu danışmaq balam. Nə deyirsən qalıb, heyvan qalıb, mal qalıb, ev qalıb, eşik qalıb. Darıxırsınız ora üçün. Əlbət, ana vətən oradır. Axırda çıxanlar ləb çətin çıxdı. Qar yağdı, qapını bağladı. Bəs Naxçıvanlılar kömək eləyirdi o vaxt sizə? Kömək elədi, hə, Naxçıvan Allah kömək eləsin. Naxçıvan kömək elədi. Bu maşını oradan gətirmişəm Ermənistandan.
Bax bu maşın var, bu maşın. Qalmışdı qarajda, qapıdan çölə çıxamırdı qarın təsirinlə. Bu son vaxtlar ilə kənd quruyub, su məsələsi də problemdir burada. Çətini çəkirik, taxıl əkirik, su ara bilmirik. Neçə ildir bax, hektarla taxıl verib dövlət bizə. Allah dövlətimizin canı sağ eləsin. Amma su yoxdur, su məsələsi çox çətindir. Kəhrizlər yoxdur. Var kəhrizlər batıb, çıxardan yoxdur, baxan yox. Onu da deyim ki, dövlət proqramında Naxçıvanda nəzərdə tutulub ki, kəndlərdə kəhrizlər qazılsın və sakinlər üçün, təsərrüfat üçün, içmə suyu üçün həmçinin şərait təmin edilsin. Yəqin ki, yaxın müddətdə biz bu kənddə də həmin Gəliblər bu tərəfdən ölçüb iş aparırlar. O yolun qırağından deyir, artizan quyusu vuracaq. burada o biri kəndlərdən fikir verdim, daha çox əhali yaşayır. Bizim varı çatdı da. Niyə heyvandarlıqla, maldarlıqla belə şeylərlə məşğuldular. Burada həyatımız var. Bəlkə 50 dənə ağacı var. Burada 2000-dən, 3000-dən heyvan saxlayırlar. Əhali də hardasa sayı 2000-dən yuxarıdır. Hə, 2000-dən yuxarıdır. Su ilə bağlı vəziyyət nə yerdədir? Su o qədər ürək açan deyil. Biraz su qıtlığı var. Söz verilib də, pul da ayrılıb büdcədən. Bura artacaq olacaq. Bir suyla bu erkək həyətin nətəsi var mı olur? Ha, orada bax dayandım mən. Vay da az bax bu suyuna gəşir. Sonra yığışacaq, bir də gələcək. Çən olmuyor, əlbəttə çətindir. Kənd yerində toyuq cüzə saxlamırsınız. Çox maraqlıdır. Eləmədim, alıram, 5-10-dan ötürəm həyətə. Gedəm işə, qayıdım ki, tüçü götürüb aparılır. Gecələr məsələn, qışda burada canavar kəndisinə gəldi. Amma burada həyətdə yolda gördüm canavarı, aşağıdan gəldim, burada qabaqlaşdıq. Keçənlər kimlik tini dartıb başını bədəndən ayırmışdı, zincirdə. Az qalır axı. Burada torpaq sahələri falan qiymətləri neçədir? Get-gedə bax, əvvəldəki alardın 300 manata, 1%-də, bir sortda, indi alırsan 800-də, 900-də. Hələ quru torpağa ha. Tezdən çörək götürürük özümüzdən. Heyvanı aparırıq çölə. Axşam saat 8-də də heyvanı gətirir. Göydən qiyamət tökülsə yenə də heyvanın qabağındasan. Çətindir. Mən şəhərdə məsələn binalarda qala bilmərəm. Niyə? Mən öyrənmişəm qapıda həyatla, baca ilə, bostan əkəm, belə işlərlə məşğul olaram, gün keçirəm. Mən gedib kvartirada qalam. 9 saat, 10 saat işləyir. Dayanmadan işləyir. Mən burada 100 manat alım, təsərrüfatım olsun. O mənə gözəldir. Canavar gidib qoyunun ortasına, içərisinə. Mən başımı belə qaldırım dedim canavar itlər hürüşdü, canavar ayaqlarını qoydu belimə, kürəyimə. O belə getdi. Yəni o anları hələ xatırlayıram. Nə hiss elədiniz o an? Vallahi qorxu hiss eləmədim. Siz heç nə eləmədi? Heç bir şey. İtlər yəni canavarı qovaladı. Ayı da görmüşəm. Elə olub ki, yatdığım yerdə ilan gəlib girib paltarıma. Yəni bu şeylər də gördüm. Keçi pendiri pis olsa, keçi pendiri kilosunu 15-20 manatdan almazlar. Bu pis qoxmaz. Niyə? Hər zaman keçi çiçək yeyər. Heç vaxtı keçi elə belə yemaz. Medici qidaların çoxu zəhərdir, zəhər. Xəstəxanalara gedirsən, xəstəxanalarda yer yoxdur. Hamısı qidaların bəlasıdır. Ona görə sağlamdır ki, hər şeyi özümüz istehsal edirik, özümüz sağlayırıq, özümüz yeyirik. Cəmaət əkin əkəmir, yerlərini əkəmir. Əvvəl də belə idi. Əvvəl xeyir belə olmayıb. 500 hektar burada əkin əkilirdi. 500 hektar. İndi heç 50 hektar əkin əkilmir. Sizin təsərrüfatınız var özünüz? Bəli, var. Mən arıçılıqla da məşğulam. Heyvandarlıqla da, maldarlıqla da, əkinçiliklə də. İldə 5-10 hektar yer əkirdim. İndi bu il 1 hektar yer əkmişəm, əkənmirəm. Bağları var idi ki, üzüm bağları, meyvə bağları saymaqla qurtarmırdı. Burada 50-60 sərdiz var, indi ikisi 3 fəaliyyət göstərmir. Hamısı quruyub gedir. Zəhmətkeş cəmaatdır. Bu cəmaatın işi ola Allah haqqı dağı dağ üstə qoyar. Buranın özündən bura bir kəhrizdir. Bu durbanın yaşından burada su gəlirdi. 6 saatda dolan kəhriz indi 5 gün ancaq dolar. Yaxından göstərək, bax, buna xum deyirlər, 500 litr tutumu var, çaxırı bunun içinə qoyursan və spesifik bir dad verir və başqa heç bir yerdə demək olar ki, respublikada belə bir çaxır yoxdur. Xumda olan çaxır heç bir yerdə məsələn onun dadını verən bir şey ola bilmir. Tam dəyişir, onun tamını tamamilə dəyişir. Yəni deyirsiniz ki, bu çaxırdan ölkədə yoxdur başqa yerdə. Yox, bundan olsa demək xumun çaxırı heç yerdə ola bilməz. Bu çaxırı çox gözəl saxlayır. Həm tamında dəyişir. Həm də elə o nə qədər istəsən qala bilir. Məsələn, şüşədə də qalar, başqa şeydə qalar. Amma bunda lap gözəl qalır. Yemeyeceğim. Oxşuyursan da, mal oxşuyursan, hə. Sığalıysan. Belə bax, belə sağıram, aparıb süzürəm. Pendir eləyirəm. 1 manatda süd verirlər, pendir də 10 manatdır. Ancaq bu işin ki, vaxt tələb edir ki, tezdən durasan saat 7-də, axşam 7-yə qədər heyvanın dalına düşər. Nə əziyyətli tərəfi odur. Heyvana sevgi olmalı da çobanda. Çox.
Sevgi olmasa zaten getməsən ki, çölə. Bir saat ancaq saata tez-tez baxarsan. Gərək insanda sevgi ola, istək ola ki, heyvana gedəsən. 10 gündə getsim, 20 gündə getsim mənim xoş gəlir mənə heyvan otarmaq. Şəhərdə necə yaşamırsınız? Bax çox adam, gənclər bir də görürsüz qalmır, çıxır gedir. Qazancım var, hər şeyim var. Bacarığım varsa saxla tuş dalında hər şey sənindir də. Əslində gəlirdi sahədə. Əlbəttə, təmiz hava, gözəl yer. Bundan gözəl şey var, təmiz havada. Bəs niyə gənclər 500 manatlıq işlə yana gedirlər şəhərə? Gedirlər. İndi Allah qurbanım. Ağlı olan insan gəlib düşər heyvanın dalına, mal saxlayar, hər şeydə qazanc var. Kimsə qabanda işləməklə bir qəbdə öz əlinin öz cibində saxla pulunu da aldı. Çətinlik odur ki, otumuz yoxdur, ancaq ot alırıq. Su çətinimiz var. Buranın cəmaatı ümumiyyətlə çox qonaqpərvərdir. Biz evlərində qonaq elədilər. Çöldə dayanmışdıq, işlərimizi görürdük. Çayçıdan bizə çay gətirdilər. Salam əleykum, yorulmayasınız. Salam, xoş gəldin, gözəlim. Xoş gördük. Nə qəşəng buradan isti çörək qoxusu gəlir. Nə bişirirsiniz belə? Gəlibsiz, mən çıppa yapıram, böçən yapıram. Böçən hansını nəzərdə tutursunuz? Bu böçəndir, bu əlimdə düzəltdiyim böçəndir. Xəmirinin xüsusi bir fərqi var. Elə eyni xəmirdir, qalın xəmiri başqadır. Bu çıppa ilə eyni xəmirdir. Biz gəlin yığılırdıq bir-birimizə. Çörək atırdıq, yığılırdıq təndirin başına, demək, gülmək. İndi təndir itidir. Gələk bunun məsəl suyunu normada vurasan ki, özünü atmaya. Mən də baxım. Əladır. Burada bizim göyərtimiz var, burada bizim pendirimiz var. Təndirdə çörək yapmaq üçün şansımı yoxlayacağam. Bunun üçün birinci bu qolçaq deyilir buna. Bunu geyinmək lazımdır ki, qolumuz yanmasın. Götürürəm. Görək. Sən 5-6 dəfə döyürsən onu. Yo, yapışdı, düşəcək, tez gəlir. Ona güc lazımdır, yoxsa nə fərasət lazımdır, mən izah edeyim. Hər tərəf. 32 yaşım var. Gəlirli sahədə arıçılıq. Bəli, arıçılığı əgər ki bacarsan, becərsən, arıçılıq gəlirli sahədir. Amma arının bir şeyi var ki, gərək arını həmişə yerini dəyişəsən, dağ aran. Çalxanqala balını fərqləndirən bir şey var digər ballardan. Çalxanqala balı yetişmiş baldır. Çünki burada çiçək yetişir, bal bərk olur. Ən çox şəhidotdan olur. Ona görə buranın balı dadlıdır. Bizim mallarımız Bakıya, Sumqayıta, Naxçıvanda hər yerdən də bizə tələbat gəlir. Yəni sifarişlə çatdırırsınız. Çatdırırıq. Kilosu neçədən satırsınız? Mən kilo 35-ə, 40-a belə veririm. Bəs şanı ilə? Şanı ilə bu bahadır. Neçəyədir? 10 kilosu 50-dən veririk. Üstlərindən balı mən dadına baxım. Ağzıma vuran kimi bilərəm təmiz balı yoxsa qaçışıqlığı var. Bəzi adamlar deyir ki, mümkün deyil, ora pesok mütləq olur, verilir. Yox, arının biz bu yada pesok verilən vaxtlarında biz arıya bal veririk. Arasına 1 kilo bal ki versən, o elə bilər ki 10 kilo pesok versən o balın yerini vermər. Elə mən gözümü açandan atam o dərələrdə də saxlayıbdı. Burada da özümüz saxlamışıq, onu davam edirik. Hansı kənddəydiniz orada? Ağkətdə. Şəhərdə qalarsan yoxsa burada? Mən şəhərdə əslən qaldım. Mamamın ata ocağı buradır deyə köçmüşük bura. Bura çox xoşuma gəlir. Böyüyəndə nə olmaq istəyirsən? Traktorist olmaq istəyirəm. Maşallah olsun. Bəs kömək eləyirsən evdəkilərə? Hə, Nə iş görürsünüz? Çox işindən zadından başım zadım çıxır. Velosiped düzəltməkdən də başım çıxır. Buradan deyirəm ki, Çalxanqala kəndi qəşəng kənddir. Hamı istəyirəm ki, gəlsin bu kənddə qalsın. Şelaleler, buz bulaklar güzeldi. Şelaleler, buz bulaklar
Çalxanqala kəndinin ən istedadlı, ən bacarıqlı uşaqları ilə sizi tanış eləyəcəm. Övlətiv Çalxanqala kənd uşaq musiqi məktəbində 4-cü sinif şagirdiyəm. Anamın özü saz müəllimidir. Ona görə də ondan öyrənib getdim musiqi. Müəllimlərin sayəsində tədbirlərə, festivallara çıxdım. İndi isə festivala getdim, birinci turu keçdim, ikinci tura gələcək vaxtı gələcəm ikinci tura. Çalxanqala kəndindən bizim dostumuz, bax Balaban üzrə Respublika birincisi adına layiq görülməsə nə hiss elədin onda? Həzdandan idim. Burada yarış var idi, festival turu idi. Üçüncü turda dedilər ki, Bakıda olacaq. Getdik Bakıya müəllimimlə bir yerdə. 5-6 uşaq idi Balabanla. İkisi keçdi, o birisilər qaldı da kəsildi. O ikisindən biri mənəm, biri də Bakıdan idi. Nağara sənin üçün nə deməkdir? Sənətdir. Mən istəyirəm ki, yekələndə nağara ayaqqabı kabinetə. İstirahət üçün çox uyğun, əla bir yerdir. Eyni zamanda bax, bu gölə toplaşan sulardan sakinlər öz təsərrüfatları üçün də istifadə edirlər. Mənzərəsi isə göz önündədir. Bu gölün gözəl mənzərəsi ilə yanaşı suyun ətrafında iyi, qoxusu hər tərəfə yayılan gözəl yarpızlar da var. Yerindəcə dadına baxmaq istəyirəm. Çox ləzzətlidir. Kəndin adı ilə bilinən, məşhur olan Başbulaq deyilən ərazisindəyik və buranın suyu saflığı ilə, təmizliyi ilə seçilir. Ona görə ki, qayaların arasından axıb gəlir və şəhərdən, müxtəlif kəndlərdən bura gəlib bu suyu su qablarına götürürlər. Bəzən süd, qatıq, pendir aldığımız zaman deyirik ki, bu qiymətlər niyə bu qədər bahadır? Hazırda Çalxanqala kəndindəyik. Hava çox soyuqdur. Biz burada dayana bilmirik soyuqdan, amma kadrlarda gördüyünüz kimi çoban və yaxud da o heyvanların sahibi havanın soyuq olmasına baxmayaraq dağın ətəyində heyvanlarını otarır. Uşaqlar, Çalxanqalada nəyin yaranmağını istəyirsiniz? Digər kəndlərdən fərqli olaraq Çalxanqala kəndində 2 kafe var. İnfrastruktur cəhətdən digər kəndlərdən tamamilə fərqlənir. Ana yolları, mərkəzi yollar asfaltlanıb, düzdür, ara küçələrdə asfaltsız yollar var, amma ümumi götürdükdə infrastruktur olaraq bu kənddə bir çox şey qaydasındadır deyə bilərik. Kənd sakinləri arasında gördüyünüz bu yer arteziyan olaraq tanınır və istirahət məkanına çevrilib. Ümumiyyətlə Çalxanqala kəndində bu cür istirahət eləmək üçün məkanlar çoxdur, amma nədənsə Çalxanqala kəndi belə tanınmır, bilmirəm səbəbləri nələrdir və eyni zamanda hətta havanın soyuq, sərin olmasına baxmayaraq bu gün də sakinlərin burada dincəlməyə, istirahətə gəldiyini görə bilərik. Çünki manqal istidir və ən əsas məsələ nədir? Kəndə gedən içməli su təchizatı məhz bu arteziyan vasitəsilə həyata keçirilir və burada təmin olunur. Eyni zamanda kənddə bu cür arteziyanların sayının artırılması nəzərdə tutulub ki, bu da ümumiyyətlə təsərrüfat sahələrini suvarmaq üçün daha uyğun, daha geniş imkanlar yarada bilər. Kəndin ən yuxarı nöqtəsində buradan kəndin hər iki istiqamətini gözəl şəkildə görmək olur. Ümumiyyətlə Çalxanqala kəndi çox qədim tarixə malikdir. Belə ki, eramızdan əvvəl 2-ci minillikdə hələ burada yaşayış məskəninin izlərinə rast gəlinib və bununla bağlı da tədqiqatlar aparılıb. Ümumiyyətlə Çalxanqala Çalxan dağın adı ilə əlaqələndirilir və ətrafda müdafiə qalalarına da eyni zamanda rast gəlinir. Həqiqətən də görüntü çox möhtəşəmdir. Biz bu videoda Çalxanqala kəndinin sakinlərinin fikirlərini sizlə bölüşməyə çalışdıq və maraqlı yerləri təqdim elədik. Növbəti çəkilişimiz hansı məkanda olsun, hansı kənddə olsun, bu barədə fikirlərinizi yazmağı unutmayın.